Kəmər taxmaqdan bezmisiniz. Siqnal səsi narahat edir. Bunun üçün nə etmək lazımdır? Diqqət ekrana. Birinci növbədə zamoku açırıq. Gördüyünüz kimi kəmər işarəsi yanır. Bu hardasa 1 dəqiqə ərzində yanacaq. Söndükdən sonra nə edirik? Gözləyək. Söndü. Söndükdən sonra deməli 1 dəqiqə ərzində biz kəməri 4 dəfə taxıb çıxardırıq. 2 3 4. Ekranda işıq yanır. Görürsünüz, fikir verin. Bəzilərində marqat eləyir. Bəzilərində yanır. Və yenidən söndükdən sonra bir dəfə də taxıb çıxardırıq. Kəmər deaktiv olur. Yəni siz kəməri taxmasanız belə siqnal səsi gəlməyəcək. Diqqətinizə görə çox sağ olun.